Herkese salamlar. Mən sizinlə bugün bir həyatımdan hal-hazırda keçdiyim bir mərhələni paylaşmaq istəyirəm. Elanım var. Addan da gördüyünüz kimi mən artıq Niderlanddan köçürük ailə olaraq və bu sadəcə storytell olmayacaq, harda ki mən hal-hazırdakı bir faktları paylaşıram. Mən çalışacağam içimdə yaşadığım şeyləri danışım və bunun psixoloji tərəflərini də göstərim sizə. Necə təsir edir mənə burdan köçmək və niyə bu dərəcədə tutunub qalmağa çalışıram burda. İlk öyrənəndə aylar öncə, biraz şok yaşadım. Çünki biz, bir müddət düşünürdük ki, bəlkə, yəni biz hal-hazırda 5 ildir yaşayırıq burda və 7 il qalmağı düşünürdük. Çünki oğlumun məktəbdən 2 ili qalmışdı ki, məktəbi burada bitirib artıq Amerikada, davam edər universitetə. Yəni qayıdacağımızı bilirdik. Biz heç vaxt bura həmişəlik gəlməmişdik. Amma insanda o biraz unudulur da o fakt. Avropada yaşamaq həmişə mənim arzum olub. Uşaqlıqdan bəri ilk dəfə 13 yaşımda, yoxsa 14 yaşımda deyəsən, Türkiyəyə getmişdik İstanbula. Ondan sonra da 16 yaşından bəri təxminən 20 yaşıma qədər, atam rəhmətə gedənə qədər biz hər il cürbəcür Avropa ölkələrini gəzirdik və mənim üçün Avropa çox doğma bir yer idi. Yəni razılaşarsınızsa Azərbaycan da öz quruşu ilə, infrastrukturasından, görünüşü ilə daha çox Avropa ölkələrinə bənzər, nəinki Amerikaya, düzdür? Və ondan sonra da mənim bacım evlənib Londona köçmüşdü, 20 ildən çoxdur orada yaşayır. Yəni sanki Amerika başqa bir planet idi, amma Avropa çox doğma və tanış bir yer idi mənim üçün. Amma həyat elə gətirdi ki, mən evləndim, köçdüm Amerikaya və 13 il yaşayandan sonra yoldaşımın işi vasitəsilə biz 5 illik kontraktla gəldik burada işləməyə. Və insan bir şeyləri yaşamadan onun həyatında nələrin boşluğunun olduğunu belə anlaya bilmir. Məsələn, mən burada başa düşdüm ki, nə dərəcədə darıxırdım yaxınlarımın, dostlarımın, qohumlarımın mənim həyatımdakı oynadıqları rol üçün. Çünki Amerikada uzaqdaydıq. İldə bir dəfə belə kimsə gəlirdi ya yox. Maksimum 2-3 yəni 13 il ərzində 2-3 nəfər gəlmişdi bizə ya yox. Amma burada yəni ideal bir növ şəraitdir. Nə tam Bakının özündəsən, nə də Amerikada uzaqda deyilsən. Qohum-əqrəbə də gələ bilir, dost-tanış da, sən də gedib görə bilirsən və bir növ daima təmasda olursan və mənim uşaqlarımda da xala, dayı, bibi, dost kimi bir anlayışlar yarandı. Çünki uzaqda yaşayanda bunların heç biri yox idi. Və bundan mən 5 il ərzində çox zövq aldım və əlbəttə ki, saysız-hesabsız tətillər, səyahətlər, Avropada bilirsiniz, gəzmək daha asandır nəinki Amerikada, daha da ucuzdur nəinki Amerikada. Bunların hamısı çox böyük rol oynayırdı. Əlbəttə ki, və əsas mühüm rol odur ki, mən elə situasiya elə gətirdi ki, mən terapiyama burada başladım. İlk dəfə həyatımda, yəni ondan qabaq xırda-xırda nəsə eləyirdim, amma belə davamlı olaraq, harda ki, mən daxil oldum terapiyaya. Təxminən 1 il burada yaşayandan sonra oldu və hələ də davam edir və təbii ki, mən bu yolda gedərək həyatımda heç hiss etmədiyim qədər hiss etməyə başladım. Hisslərimlə daha çox kontaktda oldum və bu öz-özlüyündə çox daha dərin, doydurucu və təsir edici təcrübələr yaradır insan həyatında. Çünki bir var ki, insan eyni təcrübəni yaşaya bilər, amma burada okey, qurtardı, bitdi, tərəf getdin. Bir də var ki, sən bunu hiss edərək yaşayırsan. O insanın həyatında çox daha fərqli tərzdə köklənir. Və ondan sonra təbii olaraq qızım burada doğuldu. O tam başqa bir, yəni 14 il sonra tam başqa bir təcrübə oldu bizim üçün. Ailəcək daha da bərk idi, daha da bütünləşdi. Yox, təkcə yaxşı şeylər baş vermədi, daha çətin anlarımız da oldu. Yəni detallara girməyəcəm, amma oldu. Amma o proseslərdən keçərkən belə daha güclü çıxdıq. Çünki yenə də terapiya sayəsində məncə daha fərqli tərəfdən baxa bildim baş verənlərə və güclənərək çıxdım oradan. Baxmayaraq ki, ağır məqamlar oldu. Bunlar hamısı bir tərəfə, mənim üçün ilk öyrənəndə ki, biz gedəcəyik burda, məncə mən o bir növ o dillərə ölməyin dadını da fikirləşdim. Yəqin insan ölmədən qabaq əgər birazcık bir 2-3 dəqiqə vaxtı varsa, yəqin belə hiss edir. Bilirsiniz necə elə gəldi mənə ki, mən burdan köçüb gedəcəm və
Sabahsı gün hər kəs Haaqada və Avropada oyanacaq, qəhvəsini süzəcək, içəcək. Burada hər şey, heç bir şey dəyişməmiş kimi davam edəcək. Amma mən artıq başqa planetdə, başqa yerdə, uzaqda olacağam. Məncə insan yəqin öləndə də elə hiss edir. Çünki fikirləşir ki, mən sabah oyanmayacağam, amma burada həyat olduğu kimi davam edəcək. Hər şey necə varsa elə davam edəcək, amma mən burada olmayacağam. Və mənim içimdə elə bil ki, o dərin bir itki yaşamı gedirdi. Biraz depressiv hallar olurdu, ağlamağım gəlirdi daima. Sanki yavaş-yavaş içimdə Haaqa ilə, buradakı həyatımla, Avropadakı həyatımla sağollaşmağa başlayırdım. Çətin bir mərhələ idi. Onu yavaş-yavaş əlbəttə ki, atlatdım. Getdikcə insan fikrə alışır, və necə də olmasa Amerikaya qayıdıram, yəni lap tanımadığım bir şey deyil. Amma mənimcə mənə bu təcrübə yenidən immiqrasiya edəcəmmiş kimi gəlir. Çünki baxmayın, Amerika çox uzaqdır, tamamilə fərqli bir yerdir, kültürdür. Tanıdığım bir yerdir, amma bu arada biz Chicagoya qayıtmırıq. Fərqli ştatda yenidən tamamilə fərqli bir həyat başlayacaq və istəyirsinizsə öz fikirlərinizi paylaşın ki, sizcə hansı ştata və hansı şəhərə köçəcəyim? Həyəcanlıyam, çünki tamamilə fərqli həyat tərzi olacaq bizim üçün və buna da alışacağam. Məni ən çox tətikləyən və qorxudan bir növ o yaşayacağım yaşam başlayandan sonraki o alışma dövrü daha çox məni narahat edir. Nəinki həyatın özü orada. Çünki insan bir müddət sonra alışır və yəni getdiyi yer indikindən pis deyilsə, niyə də ki, xoşbəxt olmasın. Amma o tranzit periodu, o necə ki, insanı samolyotda uçur, amma o tranzit olur, burada gözləyirsən 3-4 saat, yorğunsan, arxınsan, o birisi samolyota oturmalısan, getməlisən, o qədərdən sonra bura yaddan çıxır da bir növ. Sevinirsən ki, gəlib çatmısan. Mənim üçün də bax o mərhələ ta ilk öyrəndiyim gündən indiyənə kimi yetərincə emosional olaraq çətin gəlir. Baxmayaraq ki, getdikcə yüngülləşir. Hər dəfə mən bizim bu yaşadığımız evə gələndə burada o qədər, yəni insanlar gəldi, bizlə qaldı, çox gözəl təcrübələr yaşadıq və çox doğmalaşdım mən bu evlə. Hiss edərək yaşadım. Amma bir şeyi tam anlaya bilmirdim ki, nəyə görə mən bu dərəcədə içimdə qəribə o ağlama, sızlama, bu barədə video da çəkmişəm sizə, var və niyə mən bu dərəcədə yapışmışam? Burdan heç getmək istəmirəm. Yəni bu dəqiqə mənə soruşsanız, mən deyərəm ki, mən elə həyatımın sonuna qədər Avropada, yəni Niderlandda yaşayıb davam edə bilərəm. Yəni mən sanki çatmışam və yəni başqa yerə getməyim gəlmir. Baxmayaraq ki, köçəcəyimiz yer çox həyəcanlıdır, yaxşıdır. Yəni həyat belə baxsan yeni fürsətlər təqdim edir, düzdür? Nəyə görə mən bu dərəcədə ilişmişəm? Və mən bunun cavabını tapdım özüm üçün. Belə bir xeyli müddət düşündüm. Anladım ki, mənim üçün niyə sizə əvvəldə yadınızdadır dedim ki, mənim üçün Avropa xəyalım idi. Gözlədiyimdən də gözəl şəkildə bir növ gerçəkləşdi. Amma Avropa mənim uşaqlıqdan bəri formalaşdırdığım sanki bir ideal kiçik bir dünya idi. Çatmaq istədiyim bir yer idi. Fərqində olmadan bunu yaratmışdım. Əvvəlcə gəzirdik oranı, sonra bacım ora ərə getdi. Sanki elə bil ki, mən də bunu etməliymişim kimi idi beynimdə. Və bura gəlib çatanda, burada biz bunu etdik, Avropada yaşayırıq və mən fərqində olmadan mən anladım ki, mənim psixikam ilişib. Çünki biz beynimizdə maraqlı bir prosesdir. Əgər çatmaq istədiyimiz bir məqam, nöqtə varsa və biz fərqində deyiliksə, biz ora çatanda artıq psixika davam etməyə qoymur. Deyir, elə çatmısan, qal burada. Məsələn, bəzi qızlar üçün necə ola bilir? Əgər uşaqlıqdan xəyal qurursa ya da gənc yaşlarından ki, mən istəyirəm qayğısız həyatım olsun, harda ki mən zəngin bir oğlanla ailə qurmuşam və mən heç bir şey eləmək lazım deyil, rahat həyatım var. Buna nail olur, məsələn, belə bir oğlanla həyat qurur, amma görür ki, bir müddət sonra elə bil ki, nəsə təmin deyil, nəsə çatmır ya da tam xoşbəxt də deyil, amma bir şeylər dəyişə də bilir. Niyə? Çünki psixika deyir, sən çatmısan, sən xoşbəxt, sənin istədiyin budur. Vəssalam, bax burada insan dirəşir, qalır. Baxmayaraq ki, həyat cürbəcür fürsətlər də təqdim edə bilir və ya sən özün artıq olduğun yerdən tam təminini hiss eləmirsən, amma sanki bunu keçib davam edə bilmirsən, başqa yeniliklər gətirə bilmirsən həyatına, gətirmək istəmirsən. İçində bir şeylər buna güclü müqavimət göstərir.
Və məndə də bunun olduğunu anlayandan, sanki çox maraqlıdır, o divar bir xeyli, tam getmədisə də aşağı düşdü və indi mənim içimdə daha çox o darıxma, o özləm var. Çünki xəyal idi, xəyal gerçəkləşdi. İndi sanki sən bu xəyala goodbye deyirsən və ondan sonra da bütün burdakı yaşanmışlıqlar, xatirələr, özümlə yəni mən bu dövrümü elə bil ki, özüm üçün Renesans dövrü adlandırıram. Həyatımın bəlkə də 5 ən gözəl ili idi, ən mənalı və ən çox hiss etdiyim illəri oldu və özümlə belə onu qucaqlayaraq bərk-bərk, sevə-sevə aparacam, bundan sonrakı davam edəcəyim həyata. Amma o məqam ki, harda ki mən o özləmi yaşayırdım, o qəribə, kədəri harda ki mən bu evlə, burayla sağollaşmaq istəmirdim və burda qalıb başqa heç bir yerə, başqa fürsətlərə baxmaq istəmirdim, o məqama görə idi. O, eee, struktur hansı ki mənə deyirdi ki, "Okay, çatmısan. Sən çatmısan, vəssalam. Bundan artıq sənə eləmək lazım deyil. Elə qal burda. Neynirsən yeni təcrübələri?" Və bu mənə burdan köçmək prosesini çətinləşdirirdi. Çünki içimdə sanki bir şey olurdu ki, mən getmək istəmirəm, getmək istəmirəm. Mən burada qalmaq istəyirəm, burada qalmaq istəyirəm. Amma bir tərəfdən də yetişkin tərəfim sanki elə bir deyirdi ki, "A, niyə? Axı orada maraqlıdır, axı bu da fərqlidir." Bir növ əgər siz də immiqrasiya eləmisinizsə, fərqli yerlərdə yaşamısınızsa, bilirsiniz ki, insan elə bil ki, bir həyatın içində cürbəcür həyatlar yaşayırmış kimi hiss edir. Mən həyatımın 25 ilini Azərbaycanda yaşamışam, sonra 5 ilini bir ştatda yaşamışam, Iowa ştatında, sonra 8 ilini Chicagoda yaşamışam, indi 5 ilini Haqada yaşayıram, bundan sonra başqa yerdə. Yəni görürsüz necə insan, əlbəttə ki, bir yerdən yerə köçərək fərqli formalaşır, məcburən adaptasiya eləyir, güclənir. Amma bunun hamısına baxmayaraq bu perspektivlər mənə nə qədər də maraqlı gəlsə də, içimdə elə bil ki, sanki bir şey dirəşmişdi ki, yox getməyəcəm, istəmirəm, istəmirəm, mən burada qalmaq istəyirəm, məni burdan aparmayın, məni bura yəni belə uşaqcasına bir reaksiyalarım var idi. Amma anlayanda ki, hə, bu mənim sanki artıq mən istədiyim ideal həyata çatmışdım, xəyalını uşaqcasına qurduğum həyata çatmışdım. Mən bu niyə burdan gedim ki, niyə bunu istəyim? Yox, mən demirəm ki, burada qalmaqda pis bir şey var. Yəni bunu mən seçim belə etsəm, çox normal bir şeydir. Yəni həyatımdan burada təminəmsə, niyə də ki, burada qalmayım, məcbur deyiləm harasa keçməyə. Amma bizim situasiyada elədir ki, biz getməliyik. Yəni iş harda biz bura işlə gəlmişdik, eyni işlə də qayıdırıq və yəni hələ ki situasiya elədir ki, biz Amerikada olmalıyıq və reallıqda əgər mənim həyat dönümümdə bu dəqiqə mən bir yerdə olmalıyam, mənim içimdə bu o dirəşmə problem yarada bilər. Harda ki, mən yeni həyata addım atmaq istəməyəcəm, müqavimət göstərəcəm, orada alışmaq istəməyəcəm. Mənə elə gələcək ki, dünyada ən vacib bir şeyi itirmişəm, artıq bunu heç vaxt burada yaşadığımı heç vaxt yaşamayacağam. Amma bu elə deyil. Burdakı mənim yaşadığım mərhələ başqadır. Ora gedəcəm, orada artıq daha fərqli təcrübələr olacaq və heç biri birindən daha üstün, daha yaxşı olmayacaq. Sadəcə fərqli olacaq. Və bu məqamı anlayandan sonra mənim üçün bunu qəbullanmaq və irəliyə doğru baxmaq daha asanlaşdı. Bir də əlbəttə ki, Amerikaya köçmədən öncə hələ də Avropada qalmağa davam edəcəyik və həyatımda ilk dəfə 18 ildə ilk dəfə mən Bakıda uzun müddət qalacağam. Təxminən 6-7 həftə. Bunun üçün də çox həyəcanlıyam. Bəlkə sizlərlə də görüşə bildik, orada burada küçədə bilmirəm. Görsəz məni, gəlin salamlaşın, tanış olaq. Belə bu gün demək istədiyim bu qədərdir. Həm biraz kədərli, həm həyəcanlı dövrdən keçirəm. Sevdiyin yerə sağ ol demək, getmək çox çətindir. Çünki hə, yəni əlbəttə ki, Avropaya gələ bilərəm mən yenə də, Haqanın özünə də gələrəm, gəzə bilərəm, amma burda yaşamaqla bura səyahətə gəlmək heç də eyni şey deyil. Mən burda yaşayana qədər Amerikada yaşadığım süreçdə nələr üçün darıxdığımı anladım. Bu ən çox da əlbəttə ki, dost, tanış və qohumlarla olan ünsiyyətdə, hansı ki, videoda, orada, burada başqadır, amma burada canlı təmas tamamilə fərqli bir şeydir və mən bunu bura köçməyənə qədər anlamırdım. Çünki Amerikada oturub fikirləşirdim, gəl normalda elə budur. Amma burada bunu görəndən sonra uzun bir müddət bunun üçün əlbəttə ki, darıxacağam. Amma həyat davam edir. Tək ki, sağlıq olsun və ümid edirəm maraqlı oldu və biz sizinlə növbəti həftə görüşərik. Sağ olun.